Nəsimi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası, Nəsimi rayon təşkilatı və Azərbaycan Dillər Universitetinin bircə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş gününə həsr olunan Milli Qurtuluş günü Xalq Lider Birliyinin təntənəsi mövzusunda tədbir keçirildi. Yeni Azərbaycan Partiyası sədrinin müavini, mərkəzi aparatın rəhbəri Tahir Budaqov çıxış edərək bildirdi ki, tariximizin şanlı səhifələrindən biri olan Milli Qurtuluş günü ölkəmizin gerçək müstəqilliyinin qorunub saxlanılmasını, vətəndaş qarşı durmasından xilas olaraq sabitlik və inkişaf yoluna qədəm qoymasını təmin edən tale yüklü dönüş nöqtəsi kimi yaddaşlara əbədi həkk olunub. 1993-2003-cü illərdə ölkəmizə rəhbərlik edən dahi şəxsiyyət Heydər Əliyevin müdrik siyasəti Azərbaycan xalqına ən dəyərli sərvətimiz olan dövlət müstəqilliyini bəxş etdi. Ölkəmizin demokratiya və sosial-iqtisadi inkişaf yolunda əmin addımlarla irələməsini beynəlxalq münasibətlər sisteminin nüfuzlu dövlətinə çevrilməsini şərtləndirdi. Ulu öndərin tükənməz dövlətçilik irsinin, o cümlədən Milli Qurtuluş məfkurəsinin yeni nəslə dolğun sürətdə çatdırılmasında, Azərbaycan gəncliyinin milli maraqlara sadiq, yüksək vətəndaş məsuliyyətinə malik şəxsiyyətlər kimi yetişdirilməsində ali təhsil məsələlərində üzərinə mühüm vəzifələr düşür. Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla qeyd etdi ki, Milli Qurtuluş günü Azərbaycan dövlətçiliyinin xilası və inkişafının əsasını qoyan mühüm tarixi hadisədir. Rektorun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası ölkənin bütün sahələrində olduğu kimi təhsil sisteminin də müasirləşməsinə və beynəlxalq nüfusunun artmasına şərait yaradıb. Azərbaycan, uçurum qarşısında duran Azərbaycan artıq vətəndaş müharibəsi demək olar ki, başlamışdı və Ulu Öndərin Azərbaycana, Bakıya, hakimiyyətə qayıtması bunun qarşısını aldı. Onun nüfuzu, onun avtoriteti, onun şəxsiyyəti imkan vermədi ki, qarşı duran insanlar bir-birinə qəsd etsinlər. Qarşı duran insanlar ölkəni, vətəni, milləti bölməyə çalışsınlar və bu hərəkatın qarşısı alındı. Daha sonra Yeni Azərbaycan Partiyasının sədrinin müavini, mərkəzi aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Dövlət Universitetinin rektoru Kamal Abdulla partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələrini təqdim etdilər. Tədbir Azərbaycan Dillər Universitetinin tələbələrinin təqdim etdiyi konsert proqramı ilə davam etdi.